Salam əziz insanlar, Həqiqətin Özü adlı kanala xoş gəldiniz. Bu video çox mürəkkəb video olacaq. Adətən belə də mövzunun hardasa 95% zorakılığa aid olacaq. Çünki biz iblisdən, iblislərdən, iblislərin krallığından danışacağıq. Ona görə də yaşı az olan insanların bu videoya baxması məsləhət görülmür. Çünki mövzumuz zorakılıq olacaq. Mən hər zaman deyirdim ki, bu cəmiyyət sizi aldadır. Cəmiyyət sizi aldadır, hər bir şeydə aldadır. Cəmiyyət sizə deyir ki, siz saf olmalısınız, təmiz olmalısınız, vicdanlı, mərifətli, qanacaqlı olmalısınız. Amma o biri tərəfdən siz görürsünüz ki, cəmiyyət özü verdiyi sözlərə əməl eləmir. Vədlərini yerinə tutmur, vədlərini tutmur. Bir şey deyir, onun əksini edir. İndi hamı azdan çoxdan bilir ki, bu yalandır. Bəs niyə bu yalanlar var olmağa davam edir? Niyə bu yalanların kökü kəsilmir? Niyə cəmiyyət hələ də bizlərə yalan danışmağa, müəyyən şəxsləri müqəddəsləşdirməyə müqəddəsləşdirmək üçün apardığı propagandanı davam elətdirir? Niyə? Niyə müəyyən şəxslərin səhvsiz, günahsız, mələk kimi olmalarını bizə çatdırmağa çalışır, bizə sübut eləməyə çalışır? Sizə deyirlər ki, qanacaqlı olmalısan, mərifətli olmalısan, amma siz toplumda, cəmiyyətdə, küçədə, hər yerdə kör, kar, bir-birini vecinə almayan, yalnız öz mənafeyini, öz şəxsiyyətini, öz yaxınlarını düşünən insanları görürsünüz. İnsanlar kütləvi şəkildə bir-birlərini düşünmürlər. Peki, bu insani təbiətdən asılı olan bir şeydirmi? İndi mən deyə bilərəm ki, elmi baxımdan baxsaq, ta qədim zamanlarda insanlar bir-birlərini anlamaq üçün, bir yerdə bir iş görmək üçün, sağ qalmaq üçün bir-birlərini anlamalıydılar. Buna görə də bu yöndə təkamül etməyə başladılar. Ondan sonra indi bəzi qoca insanlar deyə bilərlər ki, əvvəlki zamanlarda başqa cür idi. Bəli, əvvəlki zamanlarda məsələn SSR dövründə başqa cür idi. Çünki Lenin fəlsəfəsi, Stalin fəlsəfəsi, Karl Marx, Friedrich Engels fəlsəfəsi bizə onu deyirdi ki, bizlər toplumu düşünək. Yəni, ölümdən sonra cənnət yoxdur, cəhənnəm yoxdur, ruh, şuur, ruh deyilən bir şey yoxdur, şuur sadəcə təbiətin məhsuludur. Kommunizm fəlsəfəsi deyir ki, bu şuur sadəcə təbiətin məhsuludur. Bizlər də gələcəyi düşünməli ki, toplum çiçəklənsin və hər zaman digər insanları düşünməli. Onlar insanın nəfsini digər insanların xoşbəxtliyini düşünməsinə yönəltdilər. Başa düşdünüz? Müasir dövrdə isə insanın nəfsi öz şəxsi mənafeyini güdməyinə yönəlib. Yəni, yolda, hər yerdə bizlər ona görə yaxşılıqdan danışırıq, mərhəmətdən, ədalətdən danışırıq. Nə bilim, atalar sözləri misal olaraq çəkirik, amma insanların dərinliyinə siz baxanda səthi görməyi bir kənara qoyub, jurnalist kimi yox, siyasətçi kimi yox, politolog kimi yox, şair kimi yox, rejissor kimi yox, həqiqəti görmək istəyən birisi kimi dərinliyə baxanda, insanların içlərində əks edilən dərinliyə baxanda siz orada yalnız şəxsi mənafeyi güdmək, yalançılıq görürsünüz. Sizə deyirlər ki, yalan danışmayın, siz yalan danışmırsınız. Görürsünüz ki, yalan danışan insanı tərifləyirlər, yalan danışan bir çox şeylər qazanır. Amma siz öz vicdanınızla tək qalırsınız. Və ta qədim zamanlardan yenə bu kölə fəlsəfəsinə aid olan bir şeydir. Friedrich Nietzsche bu haqda danışırdı ki, kölələr bütün pozitiv nəsnələrin, xarakteristikaların hamısını varlılardan götürüb özlərinə keçirdiblər və beləcə varlılara oxşamağa çalışıblar. Yəni ki, ta qədim zamanlarda mərifət, mənəviyyat, dürüstlük, vicdan varlı insana, zadəgan insana aid idi. Aristokratiya, demos, demokratiya
Demoskratos isə nə edirdi? Yalan danışırdı, ləyaqətsizlik, şərəfsizlik eləyirdi. Ondan sonra xristianlıq gəldi, bu anlayışlar dəyişdi. İndi bunu Friedrich Nietzsche belə düşünür təbii ki bu haqda. Məsələn, mən onu qeyd eləmirəm. Onu qeyd edirəm ki, o dövrdə bu başqa cürə gedirdi. Və bunun üzərində dururdular. Müəyyən vaxt 2000 il ərzində monoteist dinlər vasitəsilə bunun üzərində durmağa çalışdılar. Yəni ki, nə də olsa, məsələn, əgər siz orta əsrdə varlı bir insansızsa, siz öz biznesinizdən, varlı olmağınızdan utanacaqdınız. Öz şəxsi mənafeyinizi güdməyinizdən nə qədər varlı olsanız da utanacaqdınız. Məsələn, şahənşahlar, imperatorlar müdriklərdən, kasıb dərvişlərdən utandıqları kimi, müqəddəslərdən, kahinlərdən utandıqları kimi. Amma zamanla bu dəyişildi. İndi gördüyünüz kimi transhumanizmə doğru biz gedirik. İnsan həyatının sonsuzlaşmasına doğru biz irəliləyirik. Texnologiyalar irəliləyir, süni intellekt var və s. və s. və s. və s. Yeni kəşflər edilir, ediləcək də bunun sonu gözükmür. Çünki ağıl sərhədsiz bir şeydir. Hər şey ağlın içindədir. Ağıl da sərhədsizdir. Yəni ağlın nəsnələri sonsuz saydadır. Sonsuz sayda konsepsiyalar, inanclar, düşüncələr və s. və s. şeylər ola bilər. İndi insanlıq, toplum nəyi öz gələcəyi olaraq seçirsə, nəyi öz gələcəyim olaraq müəyyənləşdirirsə, ona doğru da irəliləyir. Bütün elmi ixtiraların hamısı təsadüfdür. Bütün elmi ixtiraların hamısı təsadüfən tapılıb. Ona görə də mən insanlara təklif edirəm ki, təsadüf adında yeni bir tanrı yaradaq və onun adını təsadüf tanrısı qoyaq. Bu mənim şəxsi bir ideyamdır, təklifimdir. Yəni, yeni bir tanrı adı, tanrı uydurmaq olar, panteon olaraq. Xoşbəxtlik tanrısı var, uğur tanrısı var. Mən də təsadüf tanrısını yaratmışam da, yəni yaradıcı olaraq. Yaratmaq istəyən birisi olaraq. Və o dövrlərdə bu fəlsəfə işləyirdi. Utancaqlıq biraz var idi. İndiki dövrdə görürsünüz, insanlar utanmırlar heç, qızarmırlar. Şəxsi mənafeyi güdmək hər şeydən önəmli bir şey çevrilib. Baxın, indi bu mövzudan keçək bura. Bizlər sistemlərə, qurumlara tabeyik, düzdür. İndi bir insan ad çəkmədən, heç bir sistemin adını çəkmədən, heç bir insanın adını çəkmədən mən danışmağa çalışacağım. Bir insan təsəvvür eləyin ki, qanunu pozur, dırnaq içində, heç qanunu pozmur da. Müəyyən şəxslər gəlir, onu tutur. O da başlayır nə eləməyə? Müqavimət göstərməyə, düzdür. Həmin şəxslərdən biri onu vurur. Vurur və ona deyir ki, sən petuxsan, şərəfsizsən, alçaqsan, onu vurur. Vurmağı bir tərəfə. Niyə alçaldır? Biz sizinlə insan təbiəti haqqında danışırıq. Niyə alçaldır insan ona? Çünki həmin o qurumda, sistemdə onun özünün anasını, atasını, var-yoxunu, nəslini daima söyürlər deyə, o da öz acığını, kinini, nifrətini kimdənsə çıxmalıdır və kompensasiya eləməlidir. Başa düşdünüz? Yəni, həmin sistemlərdə, həmin qurumlarda psixopatlar kimlərdir? Belə deyim sizə, psixopat mərhəmət hissi minimal olan, demək olar ki, olmayan insanlardır və onlar robot kimi bütün işləri çox səlis, təmiz şəkildə görürlər. Amma bu cür insanlar onlara iblis insanlar demək olar, iblis, içində iblisləri daşıyan insan demək olar. Yəni, sən həmin adamı vurursan, düzdür? Bəs sən ona niyə petuq deyirsən? Çünki sən onu alçaltmağa çalışırsan, sən onu məhv eləməyə çalışırsan. Sən düşünürsən ki, sən onu alçaltdın, məhv elədin və nə oldu? Heç. Bu iblislər, bu varlıqlar sənin içində bir boşluq yaradıb, sən də onu vurub alçaltmaqla, ona petuq deməklə, əslində bizlər insanı söyəndə bizim özümüzə ağır gələcək söyüşləri, bizim özümüz üçün ağır sandığımız söyüşləri həmin insanlara söyürük. Onlara görə o insan ona petuq deməklə əslində özünü nəzərdə tuturdu.
Görürsüz, yaxşı söydün, döydün, bəs niyə təhqir edirsən? Çünki onun içindəki iblislər gəmirir onu, gəmirir. O qurumlarda, sistemlərdə, vəzifələrdə oturan insanların içində nə qədər iblislər, nə qədər şeytanlar var ki, onlar onların içini gəmirir. Ona görə də onu vurur. Ona petuh deyir, alçaldır onu. Sakitləşə bilmir. Çünki içindəki iblis onu gəmirir, deyir, sakitləşmə. Sübut elə onu, ona məhv elə. Qürur. İndi belə bir sxem görmüşdüm mən internetdə. Gözəl bir sxema idi. Bax, belə bir şeydir. Ortasında qürur yazılıb. Ondan da budaqlar gedir. Yəni, bax, bu qorxudur, tənhalıqdır, acizlikdir, kədərdir, əzabdır, filan şeylərin hamısıdır. Qürurdan əmələ gəlir. Qürur da yenə deyirlər, belə bir söz ifadəsi var. İblis görəndə ki, heç bir şey işləmir, iblis nə edir? İblis qürura əl atır. İblisin sonuncu silahı qürurdur. Və bu insanlarda sağlam qürur deyilən bir şey yoxdur. Onların qüruru alçalmışlıqdan yüksələn bir qürurdur. Başa düşdünüz? Sağlam qürur sənin özünə yaxşı şəkildə hörmət etməyindən əmələ gəlir. Alçalmış qüruru isə səni alçaldırlar, sındırırlar. Sən də qəzəblənirsən və o bir insanı nəinki məhv eləmək istəyirsən. Hər zaman, hər bir belə deyim, hər bir situasiyada həmin insanı alçalmağa çalışırsan. Ona görə bu insan daima gedir elə insanları tapır. İçindəki iblis deyir ki, gəl tapaq. Çünki mən boşluğa düşürəm, enerjimi itirirəm. Gəl bir nəfər də tapaq, onu alçaldaq, ona petuh deyək, vuraq onu, söyək, təhqir eləyək. Məsələn, həmin o parkda danışan uşaqları məsələn neynədilər? Avtobusa simiçka çırtlayan uşaqları mindirdilər, maşına apardılar, onları təhqir elədilər, alçaltdılar. Uşaq deyir ki, məni vurma, sən ona deyirsən vurma, sən ona deyirsən eləmə, o daha da coşur, o daha da vurur. Həzz alırlar bunlar. Dostoyevski deyirdi ki, Ölü evindən qeydlər əsərində deyirdi ki, Qazin adında bir vətəndaş var idi. O balaca uşaqları öldürürdü, kəsirdi. Deyir, boğazını kəsmirdi o uşağın, deyir, həzz alırdı. O uşağın qorxusundan, göz yaşlarından, titrəyişindən həzz alırdı. Bax, belə insanlar da həzz alır. Görür, yeniyetmə də 14 yaşında şok keçirdib də, belə bir şey görməyib axı. İndiki uşaqlar görmürlər axı ki, təhqir olunmaq, alçalmaq nə deməkdir. Və bu da qızışır. Sən ona deyəndə ki, məni vurma, eləmə, sən qızışdırırsan onu, daha da qəzəbləndirirsən. O da səni alçaldıb məhv eləmək istəyir. Həzz alır bundan. Kayf dediyimiz bir şey yaşayır. Bax, bu cür iblisani varlıqlar həmin o negativ agresiyadan, vəhşilikdən həzz alırlar. Diri həzz alırlar ondan. Yəni sən ona desən ki, get məsələn döyüş, boksla məşğul ol, döyüşlə yox. Məhz beləsini tutub onun qorxusundan qidalanmaq, onu məhv eləmək lazımdır. İblislər ona görə bunları taxırlar. İblislərin buralarında bir şey var. İblislər belə bir şeydir, burasında da bir şey var. İblislər belə şeylər də geyinirlər. Və belə də oturub sizin qarşınızda belə danışırlar. Onları ona görə tanımalısınız. İçlərində iblislər var. Özümdən danışacağım biraz. Yaxşı bir negativlə dolu gözəl biografiya var. Deməli, hərbi xidmətdə idim mən. Orada da bir gizir var idi. Bu gizir də başdan xarab idi. Bizi yığdı sıra meydanına. Həm agresiv danışırdı. Əlində belə bir şey var idi. Hesablama. Onu da bildiyiniz kimi belə bir şey var. Komanda var. Elə bir minanı atırlar. Mina yox. Qumbara. Qumbaranı atanda qumbara partlayır da. Ona görə sənə məsələn komanda verirlər ki, dağıl. Dağılırsan ki, yəni ya deyirlər soldan partlayış, sağdan partlayış, neysə belə bir şeydir. Bu da bizə komanda verirdi. Dağıl düzül. Təsəvvür eləyin ki,
Bu komandanı bize 70 dəfə verdi. 70 dəfə. Biz soyuq havada, şaxtalı havada 70 dəfə. Ora dağıl, düzül, dağıl, düzül, dağıl, düzül. Bu insan sayırdı, sayırdı. Mən onun üzünə baxdım, biz əskərlərin üzlərinə baxdım. Yarı ölmüş vəziyyətdə idi və onun üzünə baxdım, gördüm, həzz alır, xoşuna gəlir, əziyyət verirəm. Görün bunlar hara qədər dözə biləcək. Başa düşdünüz? Sən sussan da o qızışacaq, daha çox qızışacaq. Sən şey eləyəndə belə, negativ reaksiya verəndə belə, qıcıq, acıq, qəzəb göstərəndə belə o daha da qızışacaq. Həm belə qızışacaq, həm belə. Çünki onun başında stop reaksiyası yox, stop knopkası yoxdur. Mən bunları məhv eləməliyəm, öldürməliyəm. Başa düşdünüz? Mən baxırdım belə, saydı, 70 dedi və sevindi, elə bil yeni rekord vurdu. İnsanlara işgəncə vermədə yeni bir rekord qazanmışım. Psixoloji təzyiq eləyirdi məsələn. Gülürdü, hırıldayırdı. Mən başa düşürdüm ki, onda iblis və şeytanlar mövzusuna o qədər də dərindən girməmişdim, amma yenə də başa düşürdüm ki, bu insanın başında nəsə metod. Bir əskər var idi bizdə. Şey eləyirdi. Bir nəfər oğlanla deyəsən, bilmirəm, elə rəvayət gedirdi ki, kiminləsə, hansı oğlanla cinsi əlaqəyə girmək istəyirdi, bilmirəm, dəqiq məlumatım, dəqiq bir şey deyə bilmərəm bu vaxt. Və bir çox insanlar kimi o da siqaret asılılığına əziyyət çəkirdi. O rejimdə insanları neynirlər? Sən bildiyiniz kimi insanlar indi hədsiz dərəcədə bax bu balaca şeydən asılı vəziyyətdədirlər. Siqareti çəkirlər və istədikləri zaman çəkilir. Amma orada səni siqaret vasitəsilə idarə edirlər deyə sən yalnız müəyyən saatlarda və yeməkdən sonra siqaret çəkə bilərsən. Və beləcə səni donuzu necə böyüdürlər, iradəsini sındırırlar, məhv eləyirlər. O konslageردəki kimi. Viktor Frankl'ın Həyata Hə demək əsərində olduğu kimi. Sındırırlar iradəni sənin və sən nə edirsən, sən də çevrilirsən bir heyvana. Bu əskər də həddən artıq çox siqaretdən asılı idi. Mənim yanımda dilənçilik eləyirdi. Az qala mənə yalvarırdı, göz yaş tökürdü və gördüm ki, siqareti tapa bilməyəndə içindəki gəmirirdi. İblislər, şeytanlar onun o tupoy başını, iğrənc sifətini gəmirirdi. İnsan ütünü götürdü, yandırırdı, əlinə vururdu. Nə bilim, çay götürürdü, onu bükürdü, belə çalışırdı, onu çəksin. Sonra iğnəni götürürdü, yandırırdı, belə şeylər əlində eləyirdi. Nə bilim, bilirsiniz, psixopatiya, dəlilik. Və bu əzab deyildi, bu depressiya deyil. Əzab, depressiya fərqlənir. Əzab, depressiyada olan insan öz nəfsindən çıxmağa can atır. O təmizlənməyə can atır. O özünü dərk etmək üçün böyümüş bir insandır əzab, depressiyada olan insan. Deməli, sən nəsə dəyişdirməlisən, böyüməlisən, bir praktika eləməlisən, müşahidə eləməlisən, sən bu məqamə yetişib çatmısan. Amma bu insanların içində iblislər var, gəmirir onu, bilmir neynəsin. Mən də axırda bunun bu əzablarını gördüm, ona məsələn, bir 50 qəpik verirdim, nə bilim, gedirdi özünə bir dənə siqaret alırdı, gördüm. Elə bir dəlilikdən birdən-birə gözləri açılırdı və bir sakitçilik gəlirdi ona. O için satqınlıqla məşğul idi, satırdı onu, bunu satırdı, başqa şeylər eləyirdi, söz çatdırırdı, filan şeylər eləyirdi. Gördüm ki, bu dəlidir. Mən ona dəli deyə bilərəm, amma indi başa düşürəm ki, onun içində iblislər, şeytanlar gəmirirdilər onu, gəmirirdilər. Bir insan da var idi, o da gizir idi. Papağı yox idi onun, papaq taxmırdı. Hər zaman gəlirdi mənə söz soxurdu, nəinki mənə, bir çox insana da söz soxurdu, nöqsanlarımızı tapırdı, uydururdu. Oradan buradan belə baxırdı, çəp-çəp baxırdı ki, sən reaksiya verəsən. Sən bir dənə
ni to söz deyəsən, sən bir dənə reaksiya verəsən, sən bir dənə başqa cürə baxasan, bu başlasın səni qınamağa, tənqid eləməyə, qınamağa və beləcə öz içindəki iblisləri, şeytanları nə edirdi? Qidalandırırdı da enerjini ki, bax. Və belə insanlar hər zaman bax bu cür sistemlərdə işləyirlər. Çünki başqa yerdə sən insanı tənqid eləyə bilməzsən, qınıya, vura, döyə, söyə bilməzsən. Amma bu cür sistemlərin içində sən insanları alçalda bilərsən və öz cılız, alçalmış sütun üzərində böyüyən qürurunu bərkidə bilərsən. Onu hər zaman o lazımdır ki, sən kimisə alçaldasan, bərkidəsən və bu insan belədir. Papağı yox idi, bir dəlilik kağızı belə bir şey var idi onda, amma xidmət eləyirdi. Mənə bu qəribə gəlirdi ki, bu necə işləyir bu insan. Görürdün ki, yerində dura bilmir insan. 35 yaşdan yaxın yaşı var idi, yerində dura bilmir. Dəlilik onu şey eləyir. İnsanla yaxşı danışır da. Bir də görsən sən, məsələn, mənimlə yox, yaxşı danışdığı insanlarla tutaq ki, birdən-birə başlayır onu söyməyə, təhqir eləməyə, cəzasını verməyə. Yəni, insan ancaq öz primitiv düşüncəsində olan insanlara hörmət eləyirdi. Və bu cəmiyyətdə primitiv düşüncəli olan insanlar balıq necə suda üzürsə elə də üzürlər, rahat-rahat. Məsələn, mən burada dediklərimi toplumda, cəmiyyətdə bir simpoziumda ya seminarda açıqlaya bilmərəm. Çünki insanlar anlamayacaq. Məsələn, onlara cılız düşüncəli birisi lazımdır. Yəni, toplum, cəmiyyət kimi irəli aparır, kimi sevir. Ona oxşayanı, bütün ortaq xüsusiyyətləri, insanlarda olan bütün mənfi, neytral, fərqi yoxdur, cılız ortaq xüsusiyyətləri özündə daşıyan insanı toplum, cəmiyyət yüksəldir. Məsələn, qadınlar orijinal kişiləri bəyənmirlər. Onlar hamının, məsələn, bir kişi, orta bir kişidirsə, onu qadınlar sevəcək. Amma siz gətirib, məsələn, Da Vinci-ni qoysaz, Albert Einstein-i qoysaz, qadınlar onu bəyənməyəcək. Çünki biologiyadır, psixikadır, belə işləyir. Və bu insanda, məsələn, hər zaman söz tapırdı. Bir şey tapdı, tənqid elədi. Başqa bir şey elədi, tənqid elədi. Sən sakitcə durursan, gəlir səni arxadan güdür ki, səndə bir şey tapsın, səni alçaltsın. Başa düşürsünüz? Və həyatımda olan ən gözəl nümunələrdən biri də mənim atam idi. Atam mənə uşaqlıqdan, belə deyək də, psixoloji baskı göstərib, təzyiq göstərib və mənim üzərimdə olan hakimiyyətdən həzz alırdı insan. Yəni, mən görürdüm ki, onda çoxlu sayda mənfi xüsusiyyətlər var. Həmin o həyatdan inciklikdən, pulsuzluqdan əmələ gələn, özündən razılıqda, qürurda, iblisani qürurda o hər zaman özünü hamıdan yüksək, hamıdan artıq göstərirdi. Və belə insanlar müəyyən zaman cəsarəti göstərir, güya cəsarəti göstərir. Müəyyən yaşa çatanda, qocalanda şəhvət dolu insanlar başlayırlar Allahdan danışmağa, qürur dolu, qəzəb dolu, aqressiya dolu insanlar isə başlayırlar sakitçilikdən, rahatçılıqdan, bir-birimizə hörmətdən danışmağa. Və sən belə insanlara inanırsansa, deməli sənin başın işləmir. Çünki sən özünü aldadırsan, elə insanlara inanma. İnsan indi qocalıqda sənə ağıllı danışsa, ola bilər keçmişdə bir zibil də olmayıb. Yəni öz gəncliyində bir zibil də olmayıb. Və bu o demək deyil ki, o qocaldı, təcrübə yığdı, böyüdü. Yox. Məsələn, mənim atamda belə bir şey var idi ki, mən onunla belə təkbətək iş görəndə mənə pis söz demirdi, alçalmırdı mənə. Amma kimsə gələndə, yanında kimsə olanda artıq başlayırdı məni alçalmağa, təhqir eləməyə, tənqid eləməyə. Düzdür, mən bunlara illər ərzində dözmüşəm, səbr eləmişəm. Yəni, onun ən ağır söyüşlərinə, təhqirlərinə, filan şeylərinə, hər şeyə dözmüşəm. Və
Onun timsalında bir çox insanlar da, onlara da dözmüşəm. Araq içirdilər, spirtli içki içirdilər, agresiya göstərdilər. Araq içir insan, elə insanlar araq içir, Allahı yada salmır, birdən-birə araq içir, başlayır Allahdan danışmağa və söyüş, təhqirlər gedir, alçalmalar gedir və içindəki iblislər gəmirir belə insanları daxilən. İblislər gəmirir. Başa düşdünüz? Əzab çəkirlər belə, əzab çəkirlər və böyüməyin yerinə, sual verməyin, sorğulamağın yerinə onların primitiv intellekti ona deyir ki, digər insanı alçaldmaqla, sındırmaqla sən böyük uğurlar qazanacaqsan, sən böyük birisinə çevriləcəksən. Ona görə də mənim atama tamaşaçılar lazım idi ki, məhz onların yanında məni alçalsın. Və illər ərzində məsələn mənə bu pis təsir edirdi ki, o mənə söyüş söyür, tənqid eləyir, alçaldır. Hər balaca bir şeyə görə məni belə də pis şəkildə alçaldır. Amma bu ona gətirdi, çıxartdı ki, mən oyanmağı seçdim və indi məsələn heç bir insanın mənə dediyi söyüş, təhqirlə nə olur olsun heç də mənə təsir eləmir. Belə bir şey. Çünki bunun üzərində işləməyi seçdim. Mən balaca tiranlar üzərində Carlos Castaneda'nın dediyi kimi işləməyi seçdim. Carlos Castaneda deyirdi ki, Don Juan onun müəllimi deyirdi ki, bax belə insanlar balaca tiranlardır. Onların vasitəsilə sən döyüşçü kimi özünü düzəldə bilərsən. Reaksiya verməməlisən onlara və ciddiyə almamağı da öyrənməlisən. Ona görə mən deyirəm ki, siz söyüş bombardmasından, təhqir altında, alçalma altında olma bombardmanından keçməmisinizsə, heç bir həqiqətdən danışa bilməzsiniz. Ruhaniyyatdan danışa bilməzsiniz. Bax, siz döyülməmişsinizsə, siz bu bədənə yapışacaqsınız. Mənim əziz bədənim, mən səni çox sevirəm. Sən gərək döyüləsən ki, sən bu bədənə bağlanmayasan. Uşaqlara baxın, onlar məktəbdə nə edirlər? Biri o birinə deyir ki, mən varlıyam, mən beləyəm. Burasında qalır ki, mən kasıbam, mən pisəm. Başlayır şey eləməyə və psixoloji problemləri yaranır, sıxılır, ətrafda da agresiya görür. Biz uşaqlıqda nə görürüksə, hansı reaksiyaları vermişiksə və reaksiyalarımıza cavab olaraq nəyi görmüşüksə, onu da sonralar görməyə davam edir. Mən uşaqlıqda agresiya gördüm, insanlardan agresiya gördüm. Digər insanlar sevgi gördü, sevgi də görürdülər. Yəni, insanlar hakimiyyətdən həzz alırlar. Özdə səndən daha zəif olan insan məhv eləmək necə də xoş bir şeydir, düzdür? Onu sındırmaq, onun acizliyindən həzz almaq. Mən belə bir şey var idi ki, səfehliyi, inatkarlığı qəbul eləmirdim. Bu da mənim belə də orada ilişdiyim bir şeydi. Çünki ciddilik hələ də qalmış idi. Ora qədər gəlib çıxmışdım. Çalışırdım ki, səfehliyi və tupoyluğu qəbul eləməyə çalışım da. Amma insanlar hələ də elə o balaca pillələrdə qalıblar, belə şeylərlə uğraşırlar. Yəni siz, bax, bu qədər söyüşdən, təhqirdən sonra, məsələn, bunlar, sən ağıllı olmalısan, başa düşdünüz? Sadə dillə sizdən danışıram, ağıllı olmalısan. Sən başa düşməlisən ki, sənin nəfsin var. Bu insanlar da onu məhv eləyirlər. Və sən içində başa düşəndə ki, bax, məsələn, kimsə səni incidir, burada bir şey, mən dediyim bir şey, ağır-ağır, baxırsan orada bir şeyi tapmırsansa, sən azad olursan. Bu insan dəyişilməyəcək onsuz da. Bunlar içlərində iblislər gəmirir onları. Onları Bardo, Tibet Ölülər kitabından nə yazılıb? Bardo, cəhənnəm diyarı gözləyir elə insanların. Burada
Tibet hakkında bir şey de diyeyim ki Tibet'te Bon adət-ənənəsi deyilən bir şey var. Bon. Orada şamanizmə oxşayan bir şeydir. Orada onlar yad tanrıların, qəzəb tanrılarının, şəhvət tanrılarının, ehtiras tanrılarının maskalarını taxırlar və tamaşa oynayırlar, rəqs edirlər insanlar içində. Qərb adamı üçün bu dəlilikdir. Amma qərb adamında bir şey var. Qərb adamı içindəki zirzibili bağlayır, saxlayır, insanlara xoş gülər üzünü göstərməyə çalışır. Amerikada deyildiyi kimi always smile, yəni həmişə gül. Bu isə yalandır. Bu kəndlər isə belə bu maskalarla təmizlənmə prosesini aparırdılar da. Yəni ki, çıxardın bu içinizdən bu kini, nifrəti, aqressiyanı. Bax, bunlar da hərəsi bir tanrılardır. Onlara meditasiya edirlər, praktikalar edirlər. Yəni, gözəl bir Bon adət-ənənəsidir. O haqda da oxuyub, maraqlanıb bir şeylər tapa bilərsiniz. Heyvani təbiətdən əmələ gəlir bu. Ən çox da həyatın əvvəlində həyata qarşı mən burada postda paylaşmışdım. Hər birimizin içində bir Hitler var. İnsanları dağıtmaq, sındırmaq, hakimiyyətə can atmaq. Friedrich Nietzsche haqlıydı. Öz fəlsəfəsində haqlıydı ki, toplumsal olaraq hər bir kəs hakimiyyətə can atır. Xadiməçi belə ağalıq eləyir. Marketdə kassir işləyən belə sənə belə baxır ki, mən ağayam. Bu saniyə, bax bu saniyədə mən səndən artıqam. Başa düşdünüz? Yəni ki, heyvani bioloji qanunlar heç yerə gedməyib, ört-bastır edilib. Başa düşdünüz? Biz bir-birimizi belə yola verməyə çalışırıq. Yalnız yaxınlarımızı düşünürük. Onlar digərləri ölsün, mənimkilər yaşasın düşüncəsi ilə yaşayırıq. Buna da vəzifəyə qalxanda, bir rütbə əldə eləyəndə, çoxlu pul qazananda, şan şöhrət əldə eləyəndə biz adətən bunları yalanla əldə edirik. Bunu da görə bilərsiniz ki, yəni dürüst yollarla bir şey əldə eləmək olmur. Sən dürüstcəsinə bir qadına yaxınlaşır desən ki, mən səni sevirəm, o sənə inanmayacaq. Amma desən ki, bax orada mənim bu görsən, bu maşın, bu mənim evimdir, o bəlkə də sənə baxar. Lev Tolstoy bax buna egoizmin dəliliyi deyirdi. Termin, belə bir termin fikirləşmişdi. Mən bu termin xoşuma gəlir. Egoizmin dəliliyi. Biri var, egoizm, yəni hər birimiz oradan buradan egoistik də, düzdür. Egonun üzündə, əgər sən egoya bağlı deyilsənsə, onu aşmağa çalışmırsansa və yaxud da ki, onunla mübarizə aparan belə egonun özüdür. Ego ilə mübarizə aparan egonun özüdür. Aşmağa çalışmırsansa, onu sadəcə müşahidə edirsənsə, yəni özünü dərk eləməyə çalışırsansa, bu kanalda bunun üçündə praktikalar yoxdur. Praktika əldə eləmək istəyən, məsələn, burada Telegram adresini paylaşırsam, oradan girib mənə yaza bilər. Nəysə. Bunu eləmirsənsə, sən pis vəziyyətə düşürsən. Yəni ki, egoizmin dəliliyi pis bir şeydir. Bax, bunlar hamısı nə qədər güc toplayırsansa, nə qədər sağlamsansa, o qədər də egoist birisinə çevrilirsən. Ona görə mənfi xüsusiyyətlər, məsələn, eybəcərliyin, pulun olmamağın, sonra ağlın olmamağın, zəkanın olmamağın çox gözəl tərəfləri var. Bunlar hamısı sənə özünü tapmağın vaxtının çatdığını xəbər eləyir ki, sən özünü axtarasan. Çünki sən gözəl olsan, pullu var, dövlətli olsan, sən yenə də cəhənnəmin içində ilişib qalacaqsan. O birilərinə baxma, bizlərə isə deyirlər o birilərinə bax. Çünki bu dövrdə Allah yoxdur. Mən bu dövrdəki insanların Allaha inanclarına inanmıram. Sən Allaha inanırsansa, var dövlətə, pula, filan şeylərə niyə can atırsan? Bunun anlamı nədir? Başa düşürsünüz? Qeyri-səmimilikdir. Din adamları belə qeyri-səmimilik göstərir. Maddiyata can atırlar. Hamı bir-birini aldadır. Toplumda görürsünüz də, aldatmacadır. Məsələn, sən kiminləsə, mən kiminləsə danışıram, mən ona avtomatik olaraq inanıram. Amma onlar 95% bir-birinə inanmır. Sən bir söz deyirsən, onu 5 dəfə analiz edir.
Düşünür, mən səndən nə əldə eləyə bilərəm, o məndən nə əldə eləyə bilər. İnsanlar arasında münasibətlər bir-birindən istifadə etmək üçün yaranıb. Bu dövrdə bu belədir. Bir-birimizdən istifadə eləyək. Qadın kişidən, kişi qadından istifadə eləsin. Bu belə davam eləyir. Məsələn, qadınların da nə qədər mənfi xüsusiyyətləri var. Bir kişini sevir, ona deyir, sənlə olacağım, bir gün sonra çıxır, gedir, başqa bir kişi ilə gəzir. Emosiyalar hiss edirəm buna qarşı, evlənirəm, sonra emosiyalar hiss eləmirəm, boşanıram, gedirəm. Nə dərəcədə bu düzdür? Çünki biologiya, insanlar özlərini sevirlər ona görə. Öz mənafeylərini güdürlər. İnsanların içindəki iblis, şəhvət, ehtiras əl çəkmir. İndi Quran oxuyursunuz, deyirsiniz ki, Quran oxumaq lazımdır. Quranda nə yazılıb? Allahı zikr etmək qəlbi sakitləşdirir, qəlbi təmizləyir, qəlbi yumşaldır. Elə deyil. Bu dövrdə bu işlənmir. Əgər siz gedib dispanserə, psixik xəstələri görsəz, xərçəngdən əziyyət çəkən insanları görsəz, əzab əziyyət çəkən insanları görsəz, daxilən depressiya keçirsəz, onda sizin qəlbiniz yumşalacaq. O vaxta qədər qəlbiniz yumşalmayacaq. Və ona görə də insanlardan anlayış gözləməyin. Çünki əzab çəkməyən insan, hədsiz əzab çəkən insan həqiqəti axtaracaq. Əzab çəkməyən insan isə heç vaxt sizi anlamayacaq. Ona görə insanlar bir-birini anlamır. La Rochefoucauld'un dediyi kimi, başqasının əzabını yola vermək üçün içimizdə bilirsiniz nə qədər güc tapa bilərik. Bunu La Rochefoucauld deyir, fransız filosofu demişdi. Yəni biz yola veririk. Vecimizə deyil, ölsünlər də, gəbərsinlər də. Və bunların hamısı iblisdir. Biz iblisin yaratdığı dünyada yaşayırıq. İndi siz mənə deyəcəksiniz ki, bu dünyanı Allah yaradıb. O axmaq filosofun dediyi kimi ki, Allah bu dünyanı yaradıb, Allah baxır. Sən özünü tanımırsan. Hansı nəfs mərtəbəsində ilişib qaldığını da bilmirsən. Mən burada heç kəsə ağıl vermirəm. Mən sadəcə deyirəm ki, bu belədir. Siz özünüz tapmalısınız, özünüz mürəkkəbliyi atmalısınız, özünüz müqəddəsləşməlisiniz. Mən sadəcə xəbərdar edən birisiyəm. Ki bu insanlar kimi siz də cəhənnəmə getməyəsiniz deyə. Dünyaya bağlanmayasınız deyə. Və əgər sən hər gün biraz daha yaxşı olmağa can atmırsansa, özünə yox deməyi, bax bu insanlar kimi, vəhşilər kimi özünə yox deməyi bacarmırsansa, səbirli olmağı seçmirsənsə, müşahidə etməyi, düşünməyi, analiz etməyi seçmirsənsə, özünə qayda qanun qoyub onunla hərəkət etməyi, yüksək, ali nəsnələrə can atmağı seçmirsənsə, iblisani ağla qulaq asmağa, bu ağlın ürütdüyü şərhlərə, bax iblis buradadır, burada yaşayır, iblisani ağıl buradakı şərhlərdir, kommentariyalar. Bunlara qulaq asmağa davam edirsənsə, qınaqdır, nifrətdir, acıqdır, kindir, qəzəbdir, qısqanclıqdır, paxıllıqdır, acizlikdir, inciklikdir, özündən narazılıqdır, özünü sevməməkdir, həyatın mənasızlığıdır və s. şeylər davam eləyəcək, böyüyəcək. Və günlərin bir günü sən düşəcəksən aşağı. Ona görə də aşağı, yuxarı qalxmayan hər zaman aşağı düşəcək. Burada neytral bir şey yoxdur. Həyat sizi özü apara bilər bir yerə, amma yaxşı bir yerə bəlkə də gəlib çıxa bilməyəcəksiniz. Demirəm dini kitablar oxuyun, demirəm namaz qılın, şeyləyin. Deyirəm ki, müşahidə edin. Öz üzərinizdə işləyin ki, yaxşı şeylərə gəlib çıxasınız və gördüyünüz kimi onsuz hər yerdə zorakılıqdır, zorakılıq tətbiq edilir hər bir yerdə. Fiziki zorakılıq, psixoloji zorakılıq və əsas odur ki, həyatı ciddiyə almayaq. Çünki siz burada nəyisə ciddiyə alanda siz artıq böyük günahın içinə düşürsünüz. Çox böyük günahdasınız. Hər bir mənliyi, kitabı, onu bunu ciddiyə alsa siz cəhənnəmin dibinə düşəcəksiniz. Çalışın ki, həmin bu içlərində iblisləri yaşatdıran varlıqlara oxşamayasınız. Onlara çıxış yolu yoxdur. Onlar yerə bir neçə reinkarnasiyalardan filan keçsinlər ki, nəysə təmizlənib eləsinlər. Bu onların öz yollarıdır. Amma belə insanlardan uzaq durmaq lazımdır.
belə deyim. Mən də bunlardan keçmişəm və hər dəfəsində təmizlənəndə mən ümidlə filan yaşamıram. Allaha çatacağım, çatmayacağım. Çünki heç yerə çatmaq lazım deyil, çatmağa ehtiyac da yoxdur və bu həyatın sonu yoxdur ki, tələsmək lazım deyil ki, sən nəyəsə çatasan. Sən hər zaman buradasan. Sadəcə öz içimdə bir yaxşı bir şey tapanda, aşkarlayanda, yaradıcı bir şey olsun, fərqli bir şey olsun, biraz sevinirəm, anlam qatır bu mənə. Müəyyən şeylər eləməyə çalışıram. Siz də elə eləyin. Nə bu hisslərinin içində bir-birini, özünü itirən kişidən həm var-dövlət, həm maddiyyat istəyən, həm başqa şeylər istəyən, özünün nə istədiyini bilməyən, şizofrenik, başdan xarab, egoist, narsist qadınlar kimi olmayın. Həm də ki, bu insanları alçalmağa çalışan, hakimiyyətə can atan, vəhşi kişilər kimi də olmayın. Çalışın ki, müqəddəs insanlar olasınız. Bu qədər. Sağ olun ki, videoya baxdınız. Mütləq like qoyub, şərh yazmağı və bu videonu paylaşmağı unutmayın ki, bu video nə qədər like şərh yazılsa, o qədər çox insana çatacaq. Çünki onsuz da cəhənnəmin içində yaşayırıq. Ümid edirəm ki, hər şey sizin üçün yaxşı olacaq. Bu qədər.